Salam əziz və dəyərli izləyicilər, çox hörmətli MİQ və sertifikasiya imtahanına hazırlaşan dəyərli müəllimlər. Bu günləri mən sizə TAIM 2026-cı il tarix test toplusunun bölmə sınaqlarının üçüncüsünün izahını verəcəm. İzaha keçməmişdən öncə onu qeyd edim ki, bu tərzdə videoların, test izahlarının, dərs izahlarının davamının gəlməsini istəyirsinizsə, kanalıma abunə olmağı, videoları bəyənməyi və paylaşmağı unutmayın. Keçək sualların izahına. Sual 1. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Birinci sualda, birinci fikir. Albaniyada hökmdar və ailə üzvlərindən sonra yer torpaq mülkiyyəti Alban kilsəsinə məxsus. Doğru yazıb qabağında. Bəli, bu doğru fikirdir. Biz bunu düz götürürük. İkinci fikir. Məzdəkilər üsyanı 5-ci əsr sonunda Atropaten ərazisindən başlamışdır. Bunu doğru yazıb qabağında, amma bu səhv fikirdir. Çünki Atropaten ərazisində bu üsyan başlamayıb. İran ərazisində başlayıb. Sual 3. Sasani dövləti Atropaten əhalisindən öz ordusu üçün əskər toplayırdı. Burada Sasani dövlətinin Atropaten əhalisindən öz ordusu üçün əskər toplaması fikri doğru fikirdir. Burada isə yanlış yazdığı üçün bu fikirdə yanlış hesab edirik. Biz əslində doğru yazmalıyıq ki, doğru götürək. Növbəti fikir. Sasanilərə qarşı üsyanların səbəblərindən biri də onların bütpərəstlik zorakılığı. Yox, bu yanlış fikirdir. Yanlış fikirdir. Qabağında da yanlış yazıb, demək doğrudur bu. Bu götürməliyik biz. 2 dənə doğru cavabın artıq olduğunu tapmışıq. Cavab 1 doğru olacaq. Yəni 1-4 D variantı. 5-ci baxaq. Avropada feodallar öz mühakimələrində məhkəmə səlahiyyətindən malik idilər. Bəli, malik idilər, amma yanlış yazıb deyə burada cavab yanlışdır. 3-cü əsrin 1-ci rübündə Sasani dövlətindən xostaq torpaq mülkiyyət forması 5-ci əsrdə yaranıb. Burada doğru yazıb. Ona görə bu yanlış fikir olduğu üçün yanlışımı götürürük. Cavab olacaq 1-4. Keçirik ikinci sualın izahına. Ərəb xilafəti və Sasanilər dövləti üçün ortaq cəhət deyil. Bütün işğalçı dövlətlər kimi Sasanilər və Ərəblər də köçürmə məsələsindən istifadə ediblər. İkisi də Bizansla müharibə aparıblar. İkisi də Xəzərlərlə müharibə aparıblar. İkisi də Azərbaycan ərazisini işğal ediblər. Amma Ağunlarla mübarizə ərəblər apara bilməz. Çünki Ərəb dövləti alt-üstə yaranıb, amma Ağunlar 567-ci ildə süqut ediblər deyə cavab olacaq burada D variantı. Amma Sasanilərin Ağunlarla müharibəsi var. Sasani şahı Firuzu Ağun hökmdarı Aksuvar diz çökdürmüşdür. Üçüncü suala baxırıq indi. Neçə hadisələrdən neçəsi qədim Albaniya, neçəsi Atropaten dövlətinin tarixinə aiddir. Eradan əvvəl qədim Albaniya, qədim Atropatenə deyir, feodal Albaniyası ola bilməz. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında və həmin əsrin 2-ci yarısında müttəfiqlərlə birlikdə Roma, uşaqlar, əziz və dəyərli müəllimlər, Roma imperiyası 1-ci əsrin 1-ci yarısında ola bilməz. Çünki Roma imperiyası eradan əvvəl 27-ci ildə meydana gəlib. 1-ci əsrin 2-ci yarısı. Ona görə bu fikir səhvdir. Roma imperatoru Adrian ilə dostluq əlaqəsi saxlayan Albanlardır. Bu Albaniya dövlətinə aiddir. Biz bunu Albaniyaya aid eləyəcəyik. Bir də artıq Albaniyaya aid olanı tapmışıq. Parfiya dövlətinə nigah diplomatiyasının mövcud olması, bu da Atropatenaya aiddir. Bir də Atropatenaya aid məlumat tapmışıq. Artabaz Romanın qərb vilayətlərinin hakimi ilə diplomatik əlaqələr saxlayırdı. Bu fikir səhvdir. Niyə? Çünki Artabaz Roma ilə əlaqə saxlayanda artıq Romanın qərb vilayətinin hakimi olan Oktavian bütün Romaya hakim olmuşdu artıq. Yəni, belə deyim də, Romanın tam hakiminə çevrilmişdi. 7-ci əsrin 1-ci yarısında bu fikir səhvdir. 7-ci əsrin 1-ci yarısında yeni sulaların hakimiyyətə gəlməsi, bu düzdür, Albaniyaya aiddir, Mehranilər sülaləsi. Amma bu qədim Albaniyaya aid deyil, bu feodal Albaniyasına aiddir. Ona görə bunu da götürmürük. Eradan əvvəl 3-cü əsrin 2-ci yarısında hökmdarlar öz pullarını kəsməyə başladılar. Əslində 3-cü əsrin 1-ci yarısı olmalıdır. 2-ci yarısında Albanlar öz pullarını kəsməyiblər. Bir dənə fikrin Albaniyaya, bir dənə də fikrin Atropatenaya aid olduğunu bildik və cavab oldu burada D variantı. Keçirik növbəti sualın izahına. Növbəti sual biraz maraqlı sualdır və biraz burada problemli olan sualdır. Mən burada problemin nə olduğunu sizə deyəcəm. Əziz və dəyərli izləyicilərim, burada 3 Gəncə olduğunu bilirik. 1-in Ərdəbil olduğunu bilirik. 2-nin də ki, biz burada Təbriz olduğunu bilirik. Çox maraqlıdır. Burada yəqin ki, çox böyük ehtimal Venn diaqramında yerlər səhv düşüb.
Burada çox maraqlı sürətdə Venn diaqramını verib. Məsələn də bir dənə bir şey deyim sizə. Məsələn yazıb ki, Yadelli ağalına qarşı üsyanın baş verməsi. Özə bizə nə istəyir burada? Həmin ərazilərə də məlumatlar istəyir. Yadelli ağalına qarşı üsyan Gəncədə var. Gəncədə məsələn Bəndər üsyanı var. Təbrizdə üsyan, xarici mülkiyyət cəmaətinə qarşı üsyan baş verib. Ərdəbildə məsələn Ərdəbil bölgəsində də üsyanlar baş verib yəni. Məsələn deyək ki, biz bunu 4-ə aid elədik. Məsələn deyək ki, biz bunu burada rəqəm olmalıdır, burada nəsə olmalıdır, amma heç nə yoxdur burada. Yəni bu hissədə nəsə bir rəqəm vermir bizə. Azərbaycan tarixində Ərdəbildə də üsyan baş verib. Ərdəbil üsyanı da var. Təbriz üsyanı da var. Gəncə üsyanı da. Tarix də vermir bizə burada. Yəni biz bilək ki, hansı dövr bizdən istəyir. Xəritə də biraz Venn diaqramında biraz qəribə sürətdə verilib. Məsələn deyək ki, 16-cı əsrdə Bəylərbək mərkəzidir. Bəli, 16-cı əsr deyirsə biz Gəncə 16-cı əsr Qarabağ Bəylərbəkliyin mərkəzi idi. Təbriz Azərbaycan Bəylərbəkli, Cənubi Azərbaycan Bəylərbəkliyin mərkəzi idi. Ərdəbil də 1593-cü ildə Şah 1-ci Abbasın yaratdığı Azərbaycan Bəylərbəkliyin mərkəzi idi. Deyək ki, bu B variantını biz yazıq 4-cü fikirə. 4-ə B yazdıq. 4 oldu B. Biraz qısa yazım. 4 oldu B. Sonra nədir burada 3-cü fikirə? Deyək ki, bir müddət məziyyətlər sülasinin iqamətgahı bu olmuşdur. Bəli, Gəncə şəhəri məziyyətlərin iqamətgahı olub. Bunu da yazıq. Məziyyətlərin iqamətgahı Gəncəyə. C3-ə yazdıq. Sasani dövründə canişinliyin mərkəzi idi. Sasanilər dövründə canişinliyin mərkəzi idi. Həm Ərdəbil, həm də Təbriz. Yəni həm 1-ə aiddir, həm də 2-ə aiddir. İndi bu 1-ə aiddir, 2-ə aiddir. Burada 2-ni ortada verir baxın. Yəni burada çox böyük ehtimal burada Venn diaqramında hansısa yanlışlığa yol veriblər. Biraz yanlışlıq olub orada. Çünki bu hissədə heç nə verilməyib deyə. Məsələn, deyək ki, 4-cü rəqəm verilsəydi, məsələn, burada belə deyək də 1, 2, 3, burada 2-ni yazsaydılar, burada 3-ü yazsaydı, nəsə başqa bir şey olsaydı tapmaq olardı. Nəsə cavabı tapmaq olmur burada. Bu sualın özündə problem var. Deyək ki, ortağa yazdıq. Məsələn, o Sasanilər dövründə canişinliyin mərkəzi olmasında 2-yə yazdıq. D yazdıq. Bura 2-yə yazdıq, ortaya yazdıq. Rəvvadi dövlətin paytaxt şəhəri olması. Rəvvadilərin paytaxtı olub əvvəl Ərdəbil, sonra Təbriz. Yəni bu 2-yə həm də yeni yazdıq. 2-yə D ilə yenin getdiyi cavabı mən mümkün cavab kimi burada B variantı götürmüşəm. 2-yə D ilə yenin getdiyi cavab 1-ə. Məsələn, müqəddəs şəhər Ərdəbil şəhərdir. Ərdəbil də 1-də yerləşir. F-ə də bunu yazırıq. F-i də yazırıq bura. 1F. 1-ə F yazdıq. 2-yə D-yə yazdıq. 3-ə C yazdıq. 4-ə də ki A ilə B-ni yazdıq. Yəni, mümkün cavab kimi burada, mən B variantını yazmışam. Amma arxada cavab A variantı çıxıb. Biraz bu suallarda problem var. Məsələn, A variantı çıxıb, nəyə problem kimi götürüb burada? 1-ə, mən boş F yazmışam, bu DF yazıb. Rəvvadi dövlətin, demək ki, Sasanilər dövründə canişinliyin mərkəzi olması həm Ərdəbildə, həm də Təbrizdir. İkisi də canişinliyin mərkəzi olublar. Sualında çox böyük ehtimal sualda, yəni mümkün cavab B variantıdır burada. Amma arxada cavabı səhv verilib burada. Sualın cavabı yəqin səhvdir. Və bir də ki, sualın quruluşunda da biraz problem var. Ona görə mən bunun qabağına sual işarəsi qoymuşam, keçmişəm. Yəni çox da dərinə getməmişəm. Növbəti suala baxaq. İndi Sasanilər və Rəvvadilər dövlətinin aid ümumi cəhəti müəyyən eləyin. Hər ikisi Salarilər daha doğrusu. Salarilər yaranıb 941-ci ildə, Rəvvadilər yaranıb 981-ci ildə. İkisi də eyni əsrdə yaranan dövlətlərdir. Bunu da bildik. Sonra biz 6-cı suala baxırıq indi. 6-cı sualda Sasani dövləti ilə, demək, Albaniya dövlətinin xarici siyasəti. Sasani dövləti ilə münasibətlər, Ərəb xilafəti ilə münasibətlər, Roma imperiyası ilə münasibətlər. Sasanilər ilə birlikdə Romalıları indiki Türkiyə ərazisində ağır məğlubiyyətə uğratdılar. Amit döyüşü indiki Türkiyə ərazisində baş verib. Bu doğru fikirdir.
Paytaxtı Qəbələdən Bərdəyə Sasanilərin köçürülməsi, Sasani dövləti ilə münasibətlərdə yəni paytaxtın Qəbələdən Bərdəyə köçürülməsinin nə əlaqəsi var Sasanilərlə xarici siyasətdə münasibətə? Bu səhv fikirdir. Sasani şahı 3-cü Yezeqetdən asılı olması, bəli, Albanlar Sasani şahı 3-cü Yezeqetdən asılı halda olublar. Bu Alban hökmdarı Varaz Qriqor öz oğlu Cavanşiri Kadisiya və Ktesifon döyüşlərində 3-cü Yezeqeti köməyə göndərmişdi. AC. Ərəblə münasibətdə Bizansdan uzaqlaşaraq onlarla yaxınlaşdılar. Bəli, Cavanşir Bizansdan uzaqlaşdı, keçdi, yaxınlaşdı. Ərəb xəlifəsi Muaviyə ilə görüşləri də vardı 667-670-ci illərdə. Bu doğru fikirdir. Xəlifə Muaviyə tərəfindən daxili müstəqil ləğv edilmədi, saxlanıldı. Görüş nəticəsində Sasani ordusunun tərkibində Əməvilərə qarşı Kadisiya döyüşündə iştirak eləməsi. Bu, həmin vaxt Albaniya dövləti, demək, Əməvilərə qarşı yox, həmin vaxt Kadisiya döyüşü olanda ərəblərdə xəlifələr dövrü idi, Əməvilər deyildi, də getdi. Roma imperiyası ilə münasibətlər. Parfiyaya qarşı mübarizədə onlar ilə siyasi, iqtisadi əlaqələr yaratmışlar. Bəli, Parfiyaya qarşı Roma imperiyası ilə əlaqələri var Albanların. Demək, eramızın 1-ci əsrin əvvəllərində münasibətlər qurulub. Zoberin onlara məğlub olaraq, Zober məğlub olanda Roma imperiyası deyildi. Hələ onda Roma Respublikası idi, 36-cı ildə. Varaz Qriqorun özünün İraklinin vassal. Varaz Qriqor özünü İraklinin vassalı elan edəndə hələ onda 624-628-ci illərin müharibəsində elan eləmişdi. Onda hələ Roma, demək, onda Bizansın hökmdarının vassalı elan eləmişdi Sasani-Bizans müharibəsində. Və həmin vaxtda Albaniya dövləti yox idi. Hələ canişinlik dövrü idi, mərzbanlıq dövrü idi. Ona görə C variantına səhv götürdük. Cavab olacaq 1AC, 2A, 3AC, yəni A variantı. Növbəti sual. Erkən orta əsrlərdə Albaniyaya aid verilənlərin neçəsi doğrudur? 629-30-cu ildə Xəzər xaqanın hücumu zamanı Albaniya dövləti yox idi. Bu həmin vaxt canişinlikdir, mərzbanlıq dövrü idi. Roma sərkərdəsi Pompeya məğlub olanda o qədim Albaniyadır, bu da getdi. Varaz Qriqorun ölümündən sonra Cavanşir hakimiyyətə gəlmə. Varaz Qriqor sağ ikən Cavanşir hakimiyyətə gəlir, bu da getdi. Çox maraqlı sualdır ya. Ərazisində xristianlıq yayılmağa başlayıb eramızın 1-ci əsrində. Onda da erkən orta əsrlər dövrü deyil. Həmin dövr demək, belə deyim də sizə, hələ qədim Albaniya dövrüdür. Bizans imperatoru və Sasani şah tərəfindən Albaniya hökmdarı Cavanşirə hədiyyələr verilməsi. Bizans imperatoru başa düşdüyü, amma Sasani şah hədiyyə verəndə Cavanşir vaxt hökmdar deyildi, atası hökmdar idi. Ona görə bunların heç biri doğru fikir deyil. Keçirik 8-ci suala. Verilmiş məlumatlardan səhv olanları seçəcəyik burada. Məzdəkilər ədalətli cəmiyyət qurmaq uğrunda məzdəkilər mübarizə aparırdılar. Bu getdi. Yəni səhv cavabdır. Yəni bunu cavab kimi götürəcəyik. 485-ci ildə üsyançılar ilə Sasani şahı arasında bağlanmış müqaviləyə görə xristianlığın təqibi davam etdirilmədi. Xristianlığın təqibi dayandırıldı. Bu iki də səhv cavabdır. Bəzi tarixçilərə görə Məzdək Təbriz şəhərində edam edilmişdir. Bəzi tarixçilərə görə Məzdək Təbriz şəhərində edam edilmişdir. Bu fikir səhvdir. Təbii ki, bu fikir də səhvdir. Belə şey yoxdur. Erkən orta əsrlərdə Azərbaycanda ipəkçilik meydana gəlmişdir. Bəli, bu doğru fikirdir. 395-96-cı ildə Hunların Azərbaycanın böyük yürüyüşü olub. Bu da doğru fikirdir. Səhv fikirlərin olduğu cavablar 1, 2, 3 olacaq. Yəni D variantı. Hörmətli izləyicilər, yorumlarda da başa düşmədiyiniz məsələləri, nə bilim, izaha ehtiyacı olan, anlamadığınız problemləri məndən soruşa bilərsiniz. Vaxt tapdıqca onları cavablandıracağam və cavablandırmaqdan da şad olacağam. Yanlış variantı müəyyən eləyin. Birbaşa ilə Y variantı yazmışam burada. Rahat sualdır bu. Bir dənə baxaq Y variantına. Məlikşah Şəddadilərin bütün ərazilərinə ələ keçirdikdən bir qədər sonra öz əmrini Gəncəyə hakim təyin. Çox maraqlı sualdır bu. Rahat sualdır. Məlikşah Gəncəyə öz hakimin təyin eləyir. Ondan sonra Şəddadilərin bütün ərazilərini ələ keçirir. Burada ardıcıllığı səhv verib. Yazıb ki, əvvəlləri keçirdi, sonra hakim təyin yox. Kitaba baxarsa 10-cu sinif kitabına. 10-cu sinif kitabında Şəddadilərin axırıncı cümləsidir. Əvvəl hakim təyin elədi, ondan sonra bütün ərazilərini işğal elədi. 10-cu suala baxırıq.
Azərbaycanla feodal münasibətlərə bağlı düzgün olmayan mülahizəni müəyyən edin. Azərbaycanda dövlət mülkiyyəti üstünlük təşkil edirdi. Bu doğru fikirdir. Səhv tapırıq. Qalalar, yollar, tikililər inşa etmək kəndlərin üzərinə düşürdü. Bu doğru fikirdir. Albaniya və Atropateniyada feodal münasibətlərin yaranması oxşar ümumiyyətlə bütün Azərbaycanda oxşar cəhətdir. Bu da düz fikirdir. Şərti torpaqların əsas sahibləri hərbçilər və qismən də mülki məmurlar. Bu da doğru fikirdir. Baxın, feodallar öz malikanələrində hərbi və iqtisadi hakimiyyətə malik idilər. Bu fikir Avropa feodalizminə aiddir. Azərbaycan feodalizminə və Şərq feodalizminə aid deyil. 11-ci sifətdə sual daha əvvəl baş vermişdir. Savalan döyüşü 731. Babəkin qoşunları 731-ci yazaq bura 731. Babəkin qoşunlarının ilk dəfə məğlub olması 833. Xəzər xaqani ilə Cavanşir sülh bağlanması 600 demək 664. Mehranilər Şurasının hakimiyyətdən son qoyulması 705. Atropatena Sasanilər tərəfindən işğal edilməsi 227. Heç şübhəsiz daha əvvəl baş verib 227. Yəni Y variantı. 12-ci sual. Sasani ağalığı, Ərəb ağalığı, Roma İmperator Adriana dostluq münasibətləri eramızın 2-ci əsrdə erkən orta əsrlər deyildi, o qədim dövrdür. Amma bütün cavabdan çıxırıq. Avtomatik A getdi, D variantı getdi. Yəni bu variantları öldürdük. Məclislər üsyanının başlanması Sasanilər dövrünə aiddir. Erkən orta əsrlərdir. B-ni yazırıq 1-ə. Etnik dayaq məqsəd əhalinin köçürülməsi ortaya gedəcək. İkisinin dövründə də var. Xaraq vergisinin alınması bu Sasanilər dövrüdür. Xürrəmləşmətin başlanması Ərəblər dövrüdür. 1B-D, 2Y, 3C. 1B-D, 2Y, 3C. Cavab Y variantı. 13-cü sual. Alban hökmdarı Cavanşir ilə Şəhzadə hökmdar Fəzl Məhəmməd arasında oxşar cəhət. Cavanşir Bizansla qohumluq münasibətləri qurub, daha doğrusu Xəzərlərlə qohumluq münasibətləri qurub. Xəzərlər Azərbaycanın şimal sərhədində tərəfdə yerləşirdilər, qonşuydular. Şəhzadə hökmdar Fəzl Məhəmməd də Şirvanşahlarla qohumluq münasibətləri qurub. Şəddadilər də Şirvanşahlarla qonşuydu. Yəni qonşu dövlətlərlə qohumluq münasibətləri qurmaları cavab Y variantı. 14-cü sual. 8-ci əsrin 20-ci illərində ərəblər tərəfindən yenidən ələ keçirilmiş şəhər. 8-ci əsrin 20-ci illərində, yəni 720-ci illərdə Xəzərlər yenidən Azərbaycanın Dərbənd şəhərini, daha doğrusu ərəblər Azərbaycanın yenidən Dərbənd şəhərini işğal edilər. Bir dəfə işğal eləmişlər 643-cü ildə. 722-ci ildə Bələncər istiqamətində hücum elədilər. Bələncər döyüşünə qalib gəldilər. Onda yenidən Dərbənd ələ keçirirlər. Və Xəzərləri Bələncərə tuturlar və Xəzərləri oradan uzaqlaşdırırlar. Sonradan Savalan döyüşünə yenə ucuzlar. O da başqa məsələdir. Keçək 15-ci suala. Azərbaycanın 9-11-ci əsrlər sosial-iqtisadi həyatı üçün xarakterikdir. Bəli, burada rahat sualdır. Mülkün ən geniş yayılmış torpaq mülkiyyət forması olması çox maraqlıdır. Bunu yadda saxlayın. 9-11-ci əsrlərdə Azərbaycanda mülk ən geniş yayılmış torpaq mülkiyyət forması idi. Bakı 2-ci liman şəhəridə getdi. Malcəhət vergisi yoxdur, Y getdi. İqta torpaqları 7-ci əsrdən verilib, A getdi. Əxirlik də ki 13-14-cü əsrdə olub, B də getdi. Cavab qaldı C variantı. 16-cı sual. Uyğunluq pozulmuşdur. Aranda paytaxtı Bərdə olan yarım müstəqil əmirlik yaradan Şirvanşahlar dövləti deyil, əzizlərim. Bərdə əmirliyi yarananda Şirvanşahlar dövləti yox idi axı. Bərdə əmirliyi yaranıb 8-ci əsrdə, Şirvanşahlar dövləti yaranıb 9-cu əsrdə, əlaqəsi yoxdur. Cavab D variantı olacaq. 17-ci sual. İbrahim Mərziban hakimiyyət dövrü uyğundur. İbrahim Mərziban Salarların son hökmdarıdır. 962-ci ildən 981-ci ilə qədər hakimiyyətdə olub. Məhz Mərziban Məhəmmədin dövründə 971-ci ildə Ləşkəri tərəfindən Şəddadilər dövləti yaranmışdır. Cavab Y variantı. 18-ci sual. Sacilər dövləti Salari dövlətindən fərqli olaraq. Sacilər Salarilərdən fərqli olaraq Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdiriblər.
Nə vaxt birləşdiriblər? 10-cu əsrin birinci yarısında Yusif ibn Sac tərəfindən. Salarilər isə Azərbaycanı ikinci dəfə birləşdirənlərdir. Məsələn, baxaq, eyni əsrdə süqut etmələri, Salarilər süqut edib 941-də, Sazilər 980, bu oxşar cəhətdir. Paytaxtın Ərdəbil olması oxşar cəhətdir. Türk mənşəli Sulala tərəfindən idarə olunması, ikisini də Türk mənşəli Sulala idarə edib, bu da oxşar cəhətdir. Bu da oxşar fikirdir. Şirvanşahlar dövlətini asılı hala saldı. İkisi də Şirvanşahlar dövlətini asılı saldı. Bu da oxşar fikirdir. Fərqli cəhətdə olacaq burada A variantı. Xronoloji ardıcılığı müəyyən eləyək. Xristianlığın Albaniyada rəsmi din elan edilməsi neçənci il olduğunu bilirsiniz də. 313-cü il. Ərdəşir Babəşanın Parfiya dövlətinin süqut yaratması 226-cı il. Sasanilərin yaranması onun süqutundan, Parfiyanın süqutundan sonra da 226. Əslində Parfiya 224-də süqut edir. Bu indiki kitablarda 226 yazılır. Albaniya və Iberiya və başqa ərazidə Sasani dövlətinə qarşı qalibiyyətlə başa çatan üsyanların baş verməsi. Bu üsyanların tarixi də heç şübhəsiz təbii ki 481-ci ildən falan başlayır da bu üsyanlar. Yəni 5-ci əsrdir. 485-ci ildə həmin üsyan bitir qələbə ilə. Demək, cavab olacaq burada Parfiyanın süqutu, sonra Sasani yaranması 2-3, sonra 1-4, 2-3-1-4 A variantı. 20-ci sual. Yusif ibn Sacın fəaliyyətinə aid uyğunluq pozulmuşdur. Ani və Dəbil ələ keçirib, Gürcü hakimlərinin qoşunlarını məğlub eləyib, Tiflis və Dərbənd əmirliklərini öz hakimiyyətində birləşdirib, Dərbənd şəhərinin uçulub dağılan hissəsini Dərbənd sədini tamir elətdirib, 10-cu əsrin ilk 10 illiyində xilafət xəzinəsinə göndərilən xəracı dayandırılması. Xilafətin xəzinəsinə göndərilən xəracı nə vaxt dayandırıb? 912-ci ildə. Əzizlərim, 912-ci ildə ilk 10 illik deyil axı, ikinci 10 illikdir. Ona görə səhv cavab olacaq burada C variantı. Beləliklə, bu sınağın da, bölmə sınağının da izahını elədim sizə. İnşallah ki, bu izahı da başa düşdünüz və inşallah ki, bu izah da sizin üçün uğurlu olar, sizin üçün faydalı olar. Məni dinlədiyiniz üçün, səbirlə dinlədiyiniz üçün çox sağ olun, təşəkkürümü bildirirəm. Xırda səhvlər də ola bilər də, indi harasa çaşım, dil çaşsın falan, texniki səhv eləyim. Buna görə də üzrlü hesab edin. Nə sağınız olsa rəy bölməsində yaza bilərsiniz və soruşa bilərsiniz. Çox sağ olun, minnətdarım.